Bizim Elza xanım da buradadır, Seyidcihan. Zahidə Məmməd Salahova, gözəl müğənnimizin bugün 40 mərasimidir. Hamı gəlmişik, toplaşmışıq, dualar etdik. Elza xanım. Evet, Zahidə xanım, yəni ki, mən də çox sevirəm ki, mən elə bir xanımı tanımışam həyatda, elə bir sənətkarımızı. Çünki burada da mən gördüm, onu anmağa gələn insanlar ondan çox gözəl xatirələr danışırlar. Həm sənətindən, həm öz xasiyyətindən, musiqiçi dostları və bir də mənim yadımdadır ki, mahnı teatrında, Rəşid Behbudovanda mahnı teatrında Zahidə xanım mənim konsertimə, solo konsertimə gəlmişdi və sonda bu alqışlar olanda ayaq üstə, yəni ki, qalxaraq yorultulu alqışlarda səhnəyə yaxınlaşdı. Mənə bir paslava qədimi brilliant üzü hədiyyə etdi və ona görə mən həmişə deyirəm ki, mənə ən bahalı hədiyyələri xanımlar edirlər və Zahidə xanım kimi sənətə dəyər verən xanımlarımız. Və mən də həmən öyle üzüyü səhnədə hamının gözü qarşısında bacıma hədiyyə elədim. Çünki mənim paltarlarımı bacım tikmişdi. Mən bacımın dedim əllərini iynələr dəlik-dəlik etdiyi üçün mən bu üzüyü taxa bilmərəm, bacıma hədiyyə etdim, Lalə bacıma. Və Zahidə xanım ondan sonra elə bir ki, o konsertdən sonra Zahidə xanımda bir belə yaradıcılıq, elə ikinci bahar olaraq insanda bu həvəsə gəldi. Dedim, mən Elza, sənin mahnılarından oxumaq istəyirəm. Mən başım qarışıq toylara, biraz sənətdən, mahnılardan uzaq düşmüşəm. Amma mən səni elə bir konsertə gələndən sonra məndə həvəs yarandı. Mən səndən bir şey mahnı oxuyacağım, hətta bizə də gəldi. Yenə də bizə gələndə gözəl, məxsusi, özünə məxsusi gözəl, incə qəşənglər, hədiyyələr gətirdi. Mənim üçün belə aksesuarlar və ondan sonra danışdıq, biraz məşq elədik, mən məşq olacağım, səsimi mən görürəm ki, yerindədir, mən mahnılar oxumaq istəyirəm, ancaq başımız qarışıqdır, evləri plana gedir, Sovetskdə qalırdı. Dedi, biraz başım qarışıqdır, evimiz söküntüyə gedir, bunları yerbəyer eləyim, çağıracağım səni evimizə və mən gələcəm, mahnılarını oxuyacağım mütləq. Sonra elə oldu ki, yəni köçdülər, eşitdim ki, birazca səhhətində xəstə oldu, belə elə bacısı danışdı indi ki, 9 ildir demək Zahidə xanım xəstəymiş. Allah rəhmət eləsin. Allah rəhmət eləsin, dünyasını dəyişdi, amma onun çox ağıllı evladları var. Xüsusən də Tərlan bala, heybət oğlu, Tərlan oğlu. Elçin oğluna Allah rəhmət eləsin. Bəli, dedi ki, mənim oğlum da belə mən heyvanların qorumasına konsept verdiyim üçün dedi, mənim oğlum da balıq, akvaryum, yəni ki, peşəsi belə, çox belə peşəkar bir sənəti var. Nəsə danışırdı, indi mən burada onun oğlunu da gördüm. Allah belə oğlanların, balaların canını sağ eləsin, Allah onun anasına rəhmət eləsin. Ölən sənətkarlarımızın ruhlarını şad eləsin. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Borc bildim özümə bu günləri gəldim ki, 40 mərasimi yaxınlarda baş sağlığı verin. Oldu, sağ olun.